Bismillah. Hər bir üçün ilin ən yaxşı ayı. Əlbəttə, hər bir üçün ilin ən uğurlu ayı ümumi astroloji enerjiyə görə Qoç, aprel, enerji zirvədədir. Yeni başlanğıclar və cəsarətli qərarlar üçün ideal vaxtdır. Buğa, may, pul, sevgi və şəxsi rahatlıq mövzularında ən şanslı dövrdür. Əkizlər, iyun, ünsiyyət, tanışlıqlar və fürsətlər artacaq. Arzular daha tez gerçəkləşə bilər. Xərçəng, iyul, daxili rahatlıq, ailə və sevgi sahəsində xoş dəyişikliklər gətirir. Şir, avqust, ulduzunuz parlayır, şöhrət, uğur və diqqət mərkəzində olmaq ayıdır. Qız, sentyabr, planlar reallaşır, iş və pul sahəsində ciddi irəliləyişlər olur. Tərəzi, oktyabr, sevgi, münasibətlər və harmoniya baxımından ilin ən gözəl ayıdır. Əqrəb, noyabr, güclü dönüşlər, maddi və şəxsi uğurlar gətirən aydır. Ox atan, dekabr, şans açılır, səyahət, uğur və arzuların gerçəkləşməsi mümkündür. Oğlaq, yanvar, karyera və pul mövzularında möhkəm addımlar atılır. Dolça, fevral, yeniliklər, ideyalar və sürpriz fürsətlərlə dolu ay. Balıq, mart, ruhani güc, sevgi və daxili yüksəliş dövrüdür.